Üçüncü spikerin təqdimatına keçməmişdən öncə bildirmək istəyirəm ki, mən artıq 1 ildir ki, sosial mediada aktivəm və mənə hər cür ad qoyulub. Eko könül, eko səfir və s. Amma mən sevinirəm ki, bu brendi yarada bilmişəm. Amma bir də görürsünüz ki, emosional zəka təliminin modulunu yığıram. Bir də görürsünüz ki, başqa fəaliyyətlərdəyəm. Bu da artıq şəxsi brend məsələlərinə ciddi təsir edir. Elə bu çıxışımızda şəxsi brend haqqında olacaq. Bugün biz şəxsi brendi sadəcə sosial media görünüşü kimi yox, insanın öz həyatına münasibəti kimi düşünəcəyik. Çünki brend gündəlik davranışlarımızda, qərarlarımızda, sözlərimizdə formalaşır və bu brendin qurulması üçün böyük imkanlar, ideallar, karyeralar yox, kiçik, davamlı addımlar kifayətdir. Səhnəyə gələcək çıxışda məhz bu düşüncəyə biraz daha yaxınlaşacağıq. Alqışlarınızla Fərid Hacıyev. Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən Fərid Hacıyev, mən marketoloqam, təlimçiyəm. Təxminən 15 ilə yaxındır ki, öyrədirəm bu prosesdən zövq alaraq davam edirəm. Mənə bu forumun, belə deyək, spiker olma təklifi gələndə çox düşünürdüm ki, nədən danışım ki, hamı üçün çox faydalı olsun. Biraz da şəxsi hekayəmi qata bilim ortaya. Düşündüm ki, elə kəpənək effektindən yola çıxaraq bir kəpənəyimizi yaratmaqdan danışa bilərəm. Çıxış ərzində belə daha detallı şəkildə deyəcəm nəyi nəzərdə tuturam. Başlamamışdan əvvəl istəyirəm ki, şənbə gününüzü ayırıb bura gəldiyiniz üçün və öz dəyişikliyiniz, öz inkişafınız üçün, öz kəpənəyinizi yaratmaq üçün bir addım atdığınız üçün özünüzü alqışlayasınız. Əlasız. Mənim internetlə tanışdığım kliker işləyir. Mən Şəkidənəm, halva deyəndə, piti deyəndə, ipək deyəndə yada düşən bir şəhərdənəm. Orada böyümüşəm. İnternetlə tanışdığım da 2006-2007-ci illərə təsadüf eləyir. O vaxtlar Şəkidə internet də çox böyük lüks idi. Evlərdə kompüter də çox böyük lüks idi. Yəqin ki, bu zaldakıların çoxu o texnologiyanı istifadə eləməyib, amma dial-up deyə bir şey var idi. Ev telefonunu qoşurduq, ev telefonu işləmirdi. 40 kilobitlə internetə girirdi. İndi 30 megabit olanda provider'a zəng eləyirik ki, bu nə internetdir, mən kinoya baxa bilmirəm. Amma 40 kilobitlə internetə girməyə çalışırdıq. O vaxt bizdə də kompüter yox idi. Nə kompüterimiz var idi, nə internetimiz var idi, nə də ki, onu almağa imkanımız var idi açığı. Həmin vaxtlarda musiqi məktəbində oxuyurdum. Skripka çalmaq öyrənirdim. Hələ də öyrənib qutara bilməmişəm bu arada. Ailəm yol pulu verirdi ki, musiqi məktəbinə gedim, gəlim. Piyada gedirdim, gəlirdim, o pulları yığırdım. Şəkidə bir dənə internet klub var idi. Gedirdim o internet kluba, orada kod yazmağı öyrənirdim. Nə bilim, internetdən nəsə öyrənməyə çalışırdım. Bir şəkildə nəsə tapmağa çalışırdım. Sonra bir gün 2009-cu ildə bir tədbirə qatıldım. Sosial media ilə bağlı bir təlim idi, Şəkidə keçirilirdi. Deyə bilərəm ki, bura gəlib çıxmağıma səbəb olan o kəpənəyin qanad çırpması yəqin ki, həmin təlim idi. Çünki həmin təlimdən sonra bir sosial media marketinq həvəsim başladı. Bakı Universitetə gəldim, işləməyə başladım. İstanbula getdim, oxudum. Macaristanda oxudum, qayıtdım, gəldim. İndi də burada sizin qabağınızda çıxış eləyirəm. Və həmin kəpənəyin effekti, həmin o qanad çırpma mənə çox böyük təcrübələr, çox böyük imkanlar qazandırdı. Hər şeyə başlamamışdan əvvəl çox istəyirəm ki, bir dənə bura baxasınız. Sizcə bu tırtılla kəpənəyin arasında necə bir dialoq gedir? Tırtıl nə deyir kəpənəyə? Kimin belə təxmini var? Maraqlı, başqa? Kredit istəyir. Buyurun. Əla. Tırtıl deyir ki, necə dəyişmisən? Nə baş verdi? Kəpənək də deyir ki, qərar verdim. Sadəcə bir qərar verdim. Əslində dəyişmək bəzən o qərar verməklə başlayır. Şəxsi brend də həmin o qərarla başlayır. Çünki biz bir qərar veririk ki, okey, mən dəyişiləcəm, mən daha yaxşı olacam, mən fərqli bir şeylər eləyəcəm. Həmin qərarın sonrasında da başlayırıq inkişaf eləməyə, dəyişməyə, yeni şeylər öyrənməyə. Amma qərar verib onu icra eləmək həmişə çox çətin olur. Tez-tez çox çətin olur. Yəni, hər zaman bir qərar verəndə bizi motivasiya belə dolub daşmırıq da. Biz qorxumuz olur. Bəzən düşünürük ki, ya alınmasa. Psixologiyada buna komfort zonası modeli deyirlər. Burada deyir ki, biz bir qərar verəndə birinci qorxu zonasında oluruq. Qərar verməkdən, nəsə dəyişməkdən rahatlığımız pozulur və s. Sonra artıq inkişaf zonasına keçirik, sonra öyrənmə.
Qorxu zonası, inkişaf zonası, sonra da öyrənmə zonasında oluruq. Bunu öz hekayəmlə belə də doldurmaq istəyirəm. 2010-cu ildə 2009-10-cu ildə mənə ilk təlimi, sosial media təlimini keçən adam Azər Nəzərov zəng elədi ki, gələn həftə gedirsən Gəncəyə, orada olan tələbələrə sosial media təlimi keçəcəksən. Dedim, abi, mənim 16 yaşım var, mən hara, təlim keçmək hara, onlar tələbədirlər, böyüdülər, gülərlər. Dedi, yox, narahat olma. Çox ciddi də komfort zonamdaydım, çünki rahat idim. Şəkidə oturmuşdum, öz balaca dünyamda bloq yazırdım, Şəkinin sosial problemlərini filanı işıqlandırırdım, bir şəkildə həll eləyirdik, dəstək olurduq. Amma xoşbəxt olduğum yer idi, heç kim də mənə qınamırdı orada. Qərar verdim ki, gedirəm Gəncəyə. Dedim ki, okey, mən bu komfort zonamdan çıxacam, gedəcəm Gəncəyə, o təlimi keçəcəm bir şəkildə. Qorxu içində getdim, çatdım Gəncəyə, hamı məndən böyüydü, 10 yaş, 15 yaş falan böyüdülər. Mən də balaca bir uşağım, Şəkidən gəlmişəm, təlim keçirəm deyirəm. Təlim başladıq gərgin şəkildə. Sonra təlim davam eləyəndə gördüm ki, yaxşı gedir. İnsanlar sual verir, mən cavab verə bilirəm. Axırda dedilər ki, nə yaxşı, maraqlı şeylər öyrəndik və s. və ilaxır. Dedim ki, okey, əla, bu məndə deməli alına bilər. Mən bunu inkişaf elətdirə bilərəm. Mən burada öyrənə bilərəm, daha çox şey eləyə bilərəm. O gün bu gündür ki, Azərbaycanın demək olar ki, bütün şəhərlərində təlim keçmişəm. 100-dən çox təlim keçmişəm, minlərlə gənclə görüşmüşəm, hazırda da o işlə məşğul oluram və burada o məni heç vaxt belə deyək də, o komfort zonamda qalsaydım, böyük ehtimal ki, nə indi təlimçi idim, nə indi bu işlərlə məşğul ola bilirdim, indiki karyerama da gəlib çatmamışdım, daha fərqli bir şeylə məşğul idim, çox böyük ehtimal ki, IT-şnik falan olmaq istəyirdim. Bu ilə bağlı bir dənə də hekayə danışmaq istəyirəm. Yaponiyada bilirsiniz ki, Yapon mətbəxinin çox ciddi hissəsini dəniz məhsulları, balıqlar təşkil edir. 40 il qabaq təxminən Yaponiyanın yaxın sahillərində balıq azalmağa başlayır. Fərqli səbəblərdən balıqçılar daha uzaqlara getməli olurlar. Gedirlər, uzaq yerlərdən balıq tutub gətirirlər, amma onlar qaydana qədər balıq köhnəlmiş olur. Və Yapon istehlakçısı da təzə balığın dadını bildiyinə görə deyir ki, qardaş, bu balıq köhnədir, bunu almaq istəmirəm. Balıqçılar bir yol fikirləşirlər, deyirlər ki, okey, balığı tutaq, qoyaq bir dənə buz qabının içinə, elə gətirək. Gətirirlər, yenə istehlakçı deyir ki, yox, bu yaxşı deyil, təzə balıq deyil. Deyirlər, okey, bir dənə də bir şey fikirləşək. Gedirlər, balaca hovuzlar tikirlər gəmilərin içində. Hovuzun içinə buraxırlar balığı. Balıq 1-2 gün o yolu gələndə biraz üzür, balaca bir hovuzdur. Yorulur, qalır. Yenə də istehlakçı deyir ki, yox, bu balıq təzə deyil, xoşuma gəlmədi. Axırda bir həll tapırlar. Balaca hovuzların içinə balaca köpək balıqları, akulalar buraxırlar. O akulalar 1-2 balığı yeyir orada, amma digər balıqları davamlı olaraq hərəkətdə saxlayır, qovmağa başlayır. Həmin balıqlar Yaponiyaya gəlib çatana qədər hərəkətdə olurlar deyə çox diri qalırlar, enerjili qalırlar və istehlakçılar bunu xoşlayırlar, normal qiymətə də alırlar. Əslində bizim də həyatımızda həmişə bir akula olmalıdır ki, biz o hərəkətdə qalaq və şəxsi brenddə o akulanı həyatımıza əlavə eləməklə başlayır. Biz bir şəkildə onu bu arada mənim bəzən biz komfort zonamızdan çıxanda düşünürük ki, səhv eləyərəm, birdən səhv qərar verdim, alınmaz. Amma yadımıza salaq ki, biz uşaqlıqda, bu əslində bu uşaq gəzməyə başlamalıydı burada, başlamır. Biz düşünürük ki, səhv eləyərəm birdən. Amma uşaqlıqda biz, orada gəzir bu arada. Uşaqlıqda biz gəzməyi öyrənəndə necə eləyirdik? Qalxırdıq, yıxılırdıq, amma heç vaxt vaz keçməmişik də, heç bir uşaqda elə görməmişik. Yıxılır, durur, gedir, davam eləyir. Çünki səhv eləyərək öyrənirik. Amma səhvlə bağlı belə bir şey var ki, çox vaxt qorxuruq, qınanmaqdan qorxuruq, çətin olacağından qorxuruq. Düşünürəm ki, bizə səhvlə bağlı bir model, effektiv bir model öyrənməyib. Mən bir model təklif eləmək istəyirəm. Alimlər kimi, elm adamları kimi səhv eləmək. Elm adamları heç vaxt bir eksperimenti nəyisə tapmaq üçün, kəşf eləmək üçün eləmirlər əslində. Öyrənmək üçün eləyirlər. Elm adamları bir şeyə başlayanda deyirlər ki, okey, mən bir hipotezim var, bir fərziyyəm var. Mən düşünürəm ki, bunu belə eləsəm, bu nəticəni alacam. O nəticəni almayanda demirlər ki, bitdi, vəsə. Bundan sonra heç nə alınmayacaq. Deyirlər ki, tamam, biz bir yol tapdıq. Bunun bir gün bir jurnalist Edisona soruşur ki, siz lampoçkanı tapana qədər deyirlər ki, bəs 10.000 uğursuz cəhdiniz olub. Edison deyir ki, mən 10.000 dəfə uğursuz olmamışam. Sadəcə 10.000 dəfə işləməyən yol tapmışam. Şəxsi brendinq də elə bir şeydir. Ola bilər ki, biz nəyisə cəhd eləyək, alınmasın. O demək deyil ki, alınmayacaq. Fərqli bir üsul yoxlaya bilərik. Fərqli bir şəkildə gedə bilərik. Fərqli bir yolla gedə bilərik. Amma axır əvvəl biz onu tapacağıq. Səhv eləməyə alim kimi, elm adamı kimi yanaşsaq, bizim üçün daha fayda olacaq və daha yaxşı nəticə əldə edə biləcəyik.
Səhv eləməkdən deyək ki, qorxmadıq, okey, səhvlərimizdən dərs də çıxartdıq, hər şey yaxşıdır. Bəs bunları necə bir sistemləməliyik? Mənim təklifim odur ki, öz həyatımıza bir şirkət kimi yanaşaq. Düşünün ki, hər birimizin bir dənə şirkətiniz var. Mən MMC, mən holding. Fərqi yoxdur. Adını necə istəsəz qoysaz. Bu şirkətin CEO-su, direktoru, idarəçisi kim olmalıdır? Biz özümüz, siz özünüz, hər birimiz. Və biz özümüzə mikrofon düşmək üzrədir. Biz özümüzə şirkət kimi yanaşanda öz həyatımızda o departamentlərimizdə müəyyən eləməliyik. Misal üçün bir şirkətdə çox vacib olan departamentlər var da. Onlardan biri araşdırma və inkişaf departamentidir misal üçün. Onlar nə ilə məşğuldurlar? Bütün günü yeni bir şeylər axtarırlar, yeni bir ideya tapırlar, yeni bir məhsul tapırlar. Biz də öz həyatımızda əslində eləyik. Hər gün bir şey oxuyuruq, bu foruma qatılmışıq, buradan fərqli bir şey alacağıq, bir videoya baxırıq. Bu bizim araşdırma və inkişafımızdır. Biz şəxsi brendimizi qurmaq istəyiriksə, davamlı olaraq o araşdırma və inkişaf departamentimizə investisiya eləməyə davam eləməliyik. İkincisi HR-dır, insan resurslarıdır. Bizim həyatımızda kimlər var? Biz kimdən ünsiyyət qururuq? Yəqin ki, bir çoxunuz eşitmisiniz, məşhur bir sitat var, deyir, həyatındakı 5 nəfərin ortalamasısan. Bu 5 nəfər kimdir? O 5 nəfər bizə nə qatır? Hansı dəyərləri qatırlar bizə? Bu bizim insan resurslarımız olmalıdır. Digəri auditdir. Ən vacib departamentlərdən biridir. Bilirsiniz ki, şirkətlərdə audit departamenti var və onlar davamlı olaraq səhv gedən prosesləri tapmağa çalışırlar, bir problem axtarırlar, o problemi həll etməyə çalışırlar. Biz də eyni qaydada günün sonunda özümüzə sual verə bilirikmi ki, mən bu gün nəyi yaxşı elədim, mən bu gün nəyi pis elədim, nəyi səhv elədim, daha yaxşı nə edə bilərəm, bu il hansı hədəfimi yarımçıq qoydum. Bu bizim audit departamentimiz olmalıdır. Və digər bir departamentimiz isə bizim maliyyə və resurslardır. Burada sadəcə maddi resurslardan söhbət getmir. Burada dediyimiz enerjimiz, vaxtımız və s. hamısı bizim resurslarımızdır və şəxsi brendimizin qurulması yolunda bu resursların hər birinin ən kiçik hissəsinin belə çox böyük rolu var. Çünki biz vaxtımızı nəyə xərcləyiriksə, orada vaxtı itiririkmi, yoxsa nəsə qazanırıq? Şəxsi brendimizi qurmaq üçün inkişaf eləyib, yeni bir şeylər eləyirikmi? Bayaq Nicat Manafovun da dediyi kimi, davamlılığı qoruya bilirikmi? Bir məqsədimiz, bir hədəfimiz, strategiyamız varmı? Bunu bizim şəxsi brendimizdə çox önəmli olduğunu düşünürəm. Şirkət kimi yanaşmağa da başladıq. Okey, həmişə deyirlər ki, başlamaq işin yarısıdır. Amma mən düşünürəm ki, başlamaq işin yarısıdır, amma onun davamlılığını qorumaq işin yarısından daha çoxudur. Çünki başlamaq çox yaxşı olur. Bəzən belə buradan çıxanda bir çoxunuz belə çox böyük motivasiya ilə çıxa bilərsiniz də ki, mən filan kəsin çıxışında nəsə eşitdim, o dedi ki, belə eləmək yaxşıdır, getdim elə idim. Və ya hər ilin başlanğıcında deyirik ki, idmana başlayıram. Hər ayın əvvəlində deyirik ki, yazılıram idmana, yazılırıq, sonra bir həftə sonra getmirik. Əsas məsələ burada davamlılıqdır. Amerikalı məşhur bir komediya ustası var, Seinfeld. Bir gün bir gənc tələbə gəlir ona deyir ki, mən necə eləyim ki, sənin kimi yaxşı bir komediyaçı olum, komediya ustası olum. Deyir ki, hər gün bir zarafat yaz. Pis, yaxşı, fərqi yoxdur. Hər gün bir dənə zarafat yaz, evində də bir dənə təqvimin olsun. Hər zarafatı yazdığın gün o təqvimə x-lər qoy. Və hədəfin o olsun ki, o ikisi qırma, o zənciri qırma, o davamlılığı qırma. Bir gün əlbəttə ki, daha yaxşı zarafatlar yazacaqsan. Eyni qaydada şəxsi brenddə də. Amma təbii ki, bayaq Nicatın dediyi kimi, nəsə paylaşım deyə paylaşmaqdan söhbət getmir də. Storim boş qalmasın deyə hər şeyi paylaşmaqdan getmir. Mənim o axırda görmək istədiyim şəxsi brendim nədir? İnsanlar məni necə tanısınlar? İnsanlar məni necə xatırlamalarını istəyirəm. Və hər gün 1% bir dəyişiklik eləsək, ilin sonunda 37 dəfə daha yaxşı bir yerdə olacağıq biz. Bu riyazi bir hesablamadır, bu riyazi bir qaydadır. Kiçik görünə bilər. Bir gün ərzində 10 səhifə kitab oxusaq, ilin sonunda 70 kitab bitirmiş oluruq. Bir gün ərzində 10 dəqiqə qaçsaq, ilin sonunda neçə marafon qaçmış kimi oluruq. Bir gün ərzində 1% inkişaf eləsək, il sonunda şəxsi brendimiz 37 dəfə daha güclü ola bilər. Ona görə də çox kiçik addımlarla, çox xırda addımlarla getsək, bizim üçün daha yaxşı olacaq. Bu Jeff Bezos'u görürsünüz, bütün şəkillərimi də Ghibli style eləmişəm. Sosial mediada bu aralar gənclər hər şeyi Ghibli eləyir deyə dedim trendə uyğunlaşdırım mən də. Jeff Bezos deyir ki, sən otaqda olmayanda sənin haqqında nə danışırlarsa, sənin şəxsi brendin odur. Bizim şəxsi brendimiz CV-miz, bizim şəxsi brendimiz loqomuz və s. deyil. Biz olmayanda danışılanlardır. Bizim haqqımızda insanların düşündükləridir. Və biz onu formalaşdırmaq üçün bu bizim yaşayış tərzimizə çevrilməlidir. Biz necə düşündüyümüzə baxmalıyıq. Biz hardan
məsələlərə yanaşdığımıza baxmağımız lazımdır. Kiçik addımlarla, amma hər gün onu həyatımızın bütün hissələrinə sirayət elətdirərək, bütün hissələrində tətbiq eləyərək, sonda kim olmaq istəyirəmsə, hara getmək istəyirəmsə, o hədəfi həmişə gözümüzün qabağında saxlayaraq. Və ən axırda demək istədiyim odur ki, gətirmək istədiyim nöqtə oydu ki, başqa bir kəpənəyin bizim üçün qanad çalıb, bizim həyatımızda hər hansı bir dəyişiklik eləməsini gözləməyimizə ehtiyac yoxdur. Biz öz kəpənəyimizi özümüz yarada bilərik və həmin yaratdığımız kəpənəyin qanad çırpıntısı bizim həyatımızda çox böyük dəyişikliyə gətirib çıxardacaq. Əmin olun ki, bunu gətirib çıxardacaq. Əsas məsələ o kəpənəyi yaratma cəsarətini tapmaq və o kəpənəyi böyütmək üçün davamlılığımızı qorumaqdır. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, faydalı oldu. Çox sağ olun.